Mövlana Muhammed Füzuli beytlərindən birində belə buyurur: "İki gözdən rəvan etmiş sirişkim, qamətin şövqü, əsayi möcüzə gör kim, iki bölmüş bu dəryayı." Yəni qamətinin, boy-buxununun sevgisi iki gözündən də dayanmadan yaş axıdıb. Sanki möcüzə əsası bu dəryanı ikiyə bölüb. Aşiq, yəni Füzuli, yaş axıdan iki gözünü ikiyə bölünmüş dəryaya bənzədir. Beytdə işlənən əsayi möcüz izafəti Qurani-Kərimdə yer alan Həzrəti Musa əleyhissalam və Fironun qissəsinə təlmihdir. Mələk uca yaradan Şüəra surəsinin 63-cü ayəsində buyurur: "Bu zaman Musaya əsan ilə dənizə vur deyə vəhy etdik. Dəniz dərhal yarıldı. Hər hissəsi böyük bir dağ kimi idi." Həzrəti Musa əleyhissalam və onun qövmü Fironun zülmündən qurtulmaq üçün Qızıl dənizə üz tutur. Allahın yardımı və əmri ilə əsasını dənizə vurur. Dəniz ikiyə ayrılır. Açılan cığırda gözdən itən Musa və onun qövmü Fironun zülmündən azad olur. Firon və onun ordusu Həzrəti Musanın və onun qövmünün ardınca düşdüyü zaman dəniz yenidən birləşir və onlar dəryada həlak olurlar. Klassik ədəbiyyatda yarın şux qaməti, hündürlük, ehtişam rəmzi olan sərv ağacına və yaxud da əlif hərfinə təşbeh edilir. Mövlana Muhammed Füzuli isə bu beytində yarın şux, uca qamətini Həzrəti Musa əleyhissalamın möcüzələr törədən əsasına bənzədir. Gözəl və fərqli bir təşbeh nümunəsi yaradır. Həmçinin bu təşbeh üzərində ləff-i nəşri mürəttəb sənəti qurulmuşdur. Belə ki, ilk misradakı qamət ikinci misradakı əsaya, ilk misradakı iki göz isə ikinci misradakı iki yerə bölünmüş dəryaya uyğunlaşır.